Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə NLP master, təlimçi və klinik hipnoterapevt Elnay Rəhimov Tambovski. Narsist sevgiliniz sizə hədiyyə verirsə, bunun bədəli nə olur? Deyək ki, bir iPhone bağışladı sizə, iPhone 17 Pro Max və yaxud da bir maşın hədiyyə elədi. Və yaxud da hər hansı bir bahalı qızıl üzük. Onu yadda saxlayın ki, əgər narsist sizə bir şeyi hədiyyə edirsə, o gec də sizin burnunuzdan fərqli formalarda gələcək. İlki sizdən elə bir şey istəyəcək ki, o ümumiyyətlə sizin dəyərlərinizə tamamilə ziddir və siz bu istəyi yerinə yetirməyə iyrənirsiniz. İkincisi, dəyərdən salmalar şiddətlənəcək. Yəni, bu sizi əzmək şəklində olacaq. Görürsən, bax, sənin üçün nələr eləmişəm. Heç kim sənin üçün heç nə eləyə bilməz. Heç kim bu qədər sənə diqqət edə bilməz. Yəni, göstərmək istəyir ki, mən olmadan sən heç kimsən. Və üçüncüsü, bu da az önəmli deyil. Həmin narsist, hansı ki, kim ki, sizə bahalı hədiyyələr hədiyyə edir, cəza olaraq sözündən çıxdıqda o hədiyyəni geri götürə bilir. Diqqətinizə görə minnətdaram. Sağ olun.